Duzlu kurabiyə hazırladım. Qaba 250 qram əridilmiş kərə yağ əlavə etdim və 180 qram duru yağ. 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər əlavə etdim və 1 xörək qaşığı alma sirkəsi əlavə etdim. Siz üzüm sirkəsi də əlavə edə bilərsiniz. Sirkəni əlavə etməkdə məqsədim odur ki, kurabiyələr daha kövrək olsun. Ələ yapışmayan yumşaq xəmir hazırlanır. Təxmini 5-6 stəkan ölçüsü 200 ml un əlavə etmək olar. Mən təxmini əlavə etdim. Ələ yapışmayan yumşaq xəmir hazırladım. Artıq xəmirimiz hazırdır. Gördüyünüz kimi yumşaq, ələ yapışmayan xəmirdir. Xəmirə forma verirəm. Qalınlığı 1 sm qalınlığında olsa yaxşı olar. Və mən bu şəkildə doğradım. Siz istədiyiniz formanı verə bilərsiniz zövqə görə. Üzərinə yumurta əlavə etdim. Yumurtanın sarısını əlavə etdim. Yumurta sarısına çox az miqdarda duru yağda vurmuşdum ki, rəngi daha qəşəng görünsün. Mən küncü də əlavə etdim. Sizin əlinizdə nə varsa onu əlavə edə bilərsiniz və yaxud da zövqə görə. Və 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 20-25 dəqiqə bişirdim. Kurabiyəmiz hazırdır. Çox ləzzətli oldu, çox kövrək və dadı olduqca möhtəşəmdir.